kardeşler, analar, bacılar, her biriniz hoş gelip sefa getiripsiniz. Her birinizin Novruz bayramı münasibətilə təbrik edirəm. Can sağlığı, ömür uzunluğu, ailə saadəti, bütün gözəllikləri sizlərə arzu edirəm. Bugünkü gün doğrudan da mənim sevincimin həddi hüdudu yoxdur. Bilin ki, bax, adətən biz toylara gəlirik. Qoy həmişə elimizdə toy olsun, xeyriş olsun, gözəl günlər olsun. Adətən biz kiminsə toyuna gəlirik, haradasa qüsur var deyirik. Ancaq bilin ki, bugünkü məclis, bugünkü bayram hər birimizin evimizdədir, hər birimizə aiddir. Ona görə də biz hər birimiz öz xeyrişimizdir. Ona görə də nəsə bir qüsur varsa, üzrü hesab edin. Hər birimizi bir daha bağırma basıram, bir daha təbrik edirəm. Kiməsə yer yoxdursa, bir təhər qardaş yana yer eləyək, otuzduraq, deyək, gülək, şənlənək. Məclisimizi artıq açıq elan edirəm. Bir daha xoş gəlirsiniz deyirəm, bir daha bayramımız mübarək olsun deyirəm. Yiyək, içək, şənlənək, deyək, gülək, bir-birimizi təbrik edək. Allah hər ömrümüzdən razı olsun. Çox sağ olun, çox varam. Qübrən qardaş, sağ olun, millətlərim. Qübrən qardaş, Allah sizlərdən razı olsun. Başınız ucadan uca olsun. Həmişə elin qulluğundasınız. Allah sizləri bizlərə çox görməsin. Mən sizlərdən fəxr edirəm, çox sağ olun. Bugünkü gün doğrudan da elə bir gündür ki, mən şəxsən 25 ildir bu şəhərdəyəm. Belənci təntənəli, belə bir gözəl şəkildə 50 obalı birinci dəfədir Novruz keçiririk. Ona görə də gəlin, o dərəcədə keçirək, elə bir sevinclə, elə bir gözəlliklə ki, doğrudan da özümüz baxaq fəxr edək. Allah hər birimizdən razı olsun. Məclisimiz açıq elə oldu. Sağ olun, var olun. Bir daha hər birimizi bağırma basaraq, mən bizim qurumun, bizim cəmiyyətin sədri olan Məmmədov Rasim Məhəmmədoğlunu dəvət edirəm. Öz təbriklərini demək üçün, öz söhbətini, sözünü demək üçün. Mən elə bilirəm, güclü bir almışlar gəlsə bizim cəmiyyətin sədri üçün, Allah hər birimizdən razı olsun. Çox sağ olun. Hörmətli qardaşlar, analar, bacılar, mən sizin bugünkü bayramınızı təbrik edirəm. Allah hamımıza can sağlığı, ömür uzunluğu. Həqiqətdə büyük, gözəl gündür, gözəl keçirdik. Fərqi olmaraq biz qabaldanıq, biz Azəri milləti. Allah bütün İslam dövlətlərinin bayramını mübarək eləsin. Büyük insanın elə bilirəm ki, təmiz qəlblə, təmiz ürəklə bu Novruz bayramına gəlmiş bir insanın ürəyi açıq olmalıdır. Sağ olun ki, bugünkü gündə biz otururuq, bir-birimizə deyib, eşitməyə, qulaq asmağa imkanımız var. Birinci növbədə bizim Prezidentimiz Nursultan Abişev Nazarbayev'in Allah canına can sağlığı versin ki, biz belə bir dövlətdə hər bir bayramımızı da keçirməyə imkan var. Xoşbəxtliyimizlə bir-birimizdən bölməyə imkanımız var. Hamımıza can sağlığı, yenə ömür uzunluğu, belə bir bayramlara həmişə çatmış olaq. Sağ olun, Allah razı olsun. Çox sağ ol Məhəmmədiz, Allah səndən razı olsun. Doğrudan da elimizin fəxri olan Rasimdən Allah razı olsun. Bax, belənçi enerjisi çox olan, doğrudan da milləti üçün, eli üçün can yandıran oğlanların arxasında durub, çiyin-çiyinə söykənib, nə gücümüz varsa kömək eləmək lazımdır. Allah canını sağ eləsin qardaş, Allah başını ucadan uca eləsin. Bil ki, biz də sənin yanındayıq, biz də sənin qardaşlarınlayıq.
nə qədər ki var, canımız var, səninlə irəli gözəl işlər görməyə biz varıq. Allah bir daha hər birinizə razı olsun. Bugünkü gün başqa məclislərdən fərqli olaraq biz adətən öyrənmişik toylarda bəyin atası gəlsin, babası gəlsin, əmsi gəlsin, dayısı gəlsin, xalası, bibisi gəlsin, elə bir şey olan deyil. Bugün gözlə təmasda olacaq. Birinci növbədə ağsaqqallarımızdan, böyüklərimizdən başlayacaq, qonaqlarımızdan və ürəyimiz istədiyi kimi bir məclis keçirəcək. Hər birimizin köməkliyimizlə. Ona görə də bir daha Allah hər birimizdən razı olsun. Bugün sadəcə olaraq İmran qardaşım bir mahnı oxuyandan sonra yenə söhbətlərimizə davam edəcək. Allah hər birimizdən razı olsun. Sağ olun.
çoxlar olun. Bax, beləncə deyək, gülək, şənlənək. Bir-birimizdən sevincimizi bölüşdürək, birgə. Mən birinci növbədə Respublikanski Молодежный Центр Жарасыл председатель Расул Ахмедова прошу пригласить сюда. Çok bağışlayam. Bayramı mübarək olsun. Söz sənindir. Уважаемые друзья, дорогие братья, позвольте сегодня здесь от имени Ассамблеи народа Казахстана всех вас поздравить с этим замечательным праздником. Я сегодня пришел сюда с поздравлением от имени Ассамблеи народа Казахстана, который, вы знаете, возглавляет сам президент Нурсултан Абишевич Назарбаев. И можно... Xahiş edir, bu uşaqları nə olacaq bunların axırı? Baxırsınız, görürsünüz. Burada представитель var, danışır, siz də bu uşaqlara baxırsınız. Yığışdırın bunlar oradan, ayıpdır, qonaqlar var. Я, как уже сказал, общественное объединение «Азберлик» сегодня очень активно работает и сотрудничает уже и с представителями других этносов. Я могу с большой уверенностью сказать, вот на таком уровне, такого масштаба Наурыз именно представителями других этносов еще не проводился никогда. Вот в этом колорите, в этих лучших традициях азербайджанского народа, поэтому позвольте еще раз вас поздравить и вручить вот поздравления от Ассамблеи народа Казахстана Расимбею. И могу вас заверить, что уже в ближайшее время Расимбей и общественное объединение «Азберлик» станет полноправными членами Ассамблеи народа Казахстана. Всех вас с праздником! Спасибо! Çok sağ ol kardeşim, Allah razı olsun. Поздравления, по-моему, взаимно. Расим тоже хочет вручить от Азберлик маленький. Yenə hörmətli qardaşlarım, bir balaca dəqiqliyinizi xoşlayardıkən ki, başqa bir qonaqlarımız var. Qulaq alsaq daha güzel olar. Allah hamdan razı olsun. Bizim Ахмедов Расул Республиканский Молодежный Центр Жарасımın председательdir. Лично özü yaxın bir adamı Nursultan Abişev Nazarbayev prezidentidir. Cavan bir oğlan 26 yaşında. Конечно, bu не только Türk millətinin, bizim Türk-Azəri birinci bir milləti, iki dövlət fərq qoymamalıyıq. Allah buna can sağlığı versin, ömrümüzün bir ağışlar. Sağ olun. Bəli qardaşım, çox sağ olun, çox razıyıq. Rasul qardaş, Allah səndən razı olsun. Nailiyyətlər, baş ucalığı, nə gözəllikli varsa arzu edirəm. Əziz qardaşlar, bir daha bayramımız mübarək olsun, bir daha hər birinizi bağırma basıram. Təkrar elədiyim kimi bugün başqa bir günlərə oxşamayan bir gün olacaq. Ona görə də əgər az da olsa bir qüsur olsa, dönə-dönə üzr istəyirəm. Çalışacaq ki, bütün qardaşlara, bütün canciyarlara söz verək. Çalışacaq ki, doğrudan da ürəyini istəyən kimi keçirək bugünkü Navruzu. Rəsul qardaşım demişkən, bu doğrudan da belədir, hər birimiz bilirik ki, bizim cəmaatımız belə bir masştabda hələ Navruz keçirməmişdir. Ona görə də Allah hər birimizə razı olsun. Bugünkü gün Navruz keçirməyimizə birbaşa yaxından kömək edən qardaşlar var. Mən istəyərdim ki, daha gözəl olardı, o qardaşların adını mən tezcə çəkəm. Onların sayəsi, köməkliyi, onların qardaşlığı, onların doğrudan da can yandırması nəticəsində Fərhad Xəlilov qardaşımız, Tofiq Əmirov qardaşımız, Rafiq Ulxanov, Sübhan Əzizoğlu, Elşən Tanqoğlu, Habil İskəndəroğlu, Zübahir Əzizoğlu, Ramiz Əmirov, Oruç Kazımoğlu,
Kamil Qüləməloğlu, Teymur Məhəmmədoğlu, Rəşad Qasımoğlu, Qoqya Məhəmmədoğlu, Rəhim və Mahmudoğlu və Yaşar Məhəmmədoğlu, Baqir Süleymanoğlu, Bəhlul Orucoğlu, Aliyev Fərhad, Zəfər Musayev, Bəşir Ulxanov, İnqilab Səyadoğlu, Fərruh Nuroğlu, Rizvan Bayramoğlu, İkram Mamedov, Söhrab Mamedov, Canpolat Paşayev, Canbol Telavi, İlham Takiyev, Fərman Əlbəyoğlu, Elbrus Telavi, Nərman Muxtarov, Aley Nəcəbəloğlu, Dursun Kazımoğlu, Teymur Binnətoğlu, Aslanov Nizami. 34 nəfər qardaşlar kömək elədilər. Biz 800 minə kimi pul yığmışdıq bu xeyir işimizə. Allah əvəzini birə 1000 versin. El üçün, millət üçün, Allah üçün pul xərcləyən oğlanın Allah başını ucadan uca eləyir. Allah cibinə 1000 bərəkət versin. Biz bu günləri Novruzu keçirməkdə bizə yaxından kömək edən qardaşların adını çəkir. Bütün elimizi Allah var eləsin. Mən söz düşmüşkən finans məsələsində bir dəqiqə vaxtımızı alıb demək istəyirəm ki, bugünkü gün bizim bu elin, bura yığılan cəmaatın fondunda, kassasında 4 milyonu keçmiş artıq pul var və fəxrlə deyə bilərəm ki, bu az birliyin başında Rasim qardaşımdan çiyin-çiyinə duran oğlanlar, 12 nəfərin cibinin xərclədiyi bu elimiz üçün, qardaşlığımız üçün, birliyimiz üçün xərclədiyi pul da elə büdcədə olan pul qədərdir. 4 milyondur. Allah hər birimizdən razı olsun. Allah elimizi, millətimizi yeni göyün balasından qorusun. Allah bu birliğimizi bizim əlimizdən almasın. Allah bu qardaşlığı bizə çox görməsin. Bir daha bayramımız mübarək, bir daha bayrama basılan hər birimiz. Bəli, söz səhnə Leyla bacının müşahiət elədiyi qruplara verilib. Allah razı olsun, səhnə sizindir. Sağ olun.
bayram akşamlarında, bayram akşamlarında. Ay maşallah, alqışlar, alqışlar, alqışlar. Çox sağ olsun, əsas bizim keçəqurtlar. Allah sizi bizə pay verir, sağ olun. Leyla xanım dəstəmizlə geri qayıdım. Bəli, hörmətli sübhə üzvləri, bu günləri ümumiyyətlə harda ağsaqqal var, orada xeyir bərəkət var. Harda ağsaqqal var, orada din, iman var. Harda ağsaqqal var, orada məsləhət var, orada gözəllik var. Ona görə də bugünkü gün mən bizim Ağsaqqal Şurasının sədri olan Paşayev Mamed Ağsaqqalımızı dəvət edirəm. Söz deməyə, öz təbriklərini eləməyə. Aziz hörmətli istifa edirəm. Aziz hörmətli bayram aşıqları, bayram şəhərinə yığılanlar, bayramın qəlbində, canında, ailəsində dərk edənlər, bayramdan ötürü həmşə qaplarını açıb qoyanlar ki, qoy bir bayram müjdəsi, bayram sədəsi ailəmizə doğsun. Hər birimizi bu bayram münasibətilə can sağlığı, uzun ömür, arzu edib və təbriklər edirəm sizə. Bu bayram sovqatı bugün bizim birliğimizin sovqatıdır. Əziz qardaşlarım, bu birlik olmasaydı, yəqin kərə öz evinin içində çəkilib xırdaca bir plov pişirib yəyərdi. Amma bu günləri çox həsrətlər bəlkə də burada görüşdü. Biri-birinin bayramlaşdılar və biri-birine xoş gün arzu edilər. Bax, birliğin bugün bizə verdiği sovqat budur. Bu sovqat, bu bayramını uzun illərdən, min illərdən bundan bəri gəlir. Amma hamı özü bildiği kimi bu bayramı qeyd edir. Bugünkü bayram həqiqətən əlamətlər bir-birə təsadüf olunur. Bunun əlamətlər yerə təsadüf olmağı bundan ibarətdir ki, bütün kəndimizin sakinləri və bizə yaxın, bizə uzaq olan adamların hamısı bugün bu sırfəmizdə yığışıb, bu gözəl bayramı, gözəl şəhərliyi aparır. Ona görə bir də hər birinizə can sağlığını müraciət edirəm və belə bayramları birlik keçirməyə Allah təala sizə arzu edirəm və o cümlədən büyük bayramımızı şərləndirən bu müzikatlara və can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm və üçüncü növbədə ki, bunu təşkil edeyim, bugün bizə hazır halda gətirib çıxardım, onlara da can sağlığı və uzun ömür arzu edirəm. Arzu edirəm ki, hər bir ailədə bu bayram şənliyini idarə eləməyə, ailəsində görməyə hamıya qismət olsun, hamıya nəsib olsun, sağ olun, var olun. Amin. Allah sizdən razı olsun Ağsaqqal. Mən Ağsaqqallardan söz düşmüşkən, mən Hacı buraya dəvət eləmək istəyirəm. Saxan Mamedovu buraya dəvət eləmək istəyirəm. Hacı, ay Hacı, ay Məşədi. Bəli qardaş, ay Ağsaqqal. Elə bir gözəl gündə Əli müəllim buradadır, Əli müəllim dəvət edirəm, Cambuldan gəlibdir, xoş gəlib, səfa gətirib. O da bu gözəl bayramda bizlə bayramlaşmağa gəlir. Saxan Mamedov. Ay Saxan baba. Hardan Ağsaqqal? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Aziz kardeşlerimiz, analarımız, kızlarımız, aksakallarımız, düğünleri Almata şehrinde büyük bir tantaneli bayramdır. Novruz bayramı. Bir ömür boyu duacıyım Allah'a. Allah Novruz bayramını mübarek etsin. Oruç tutup namazını kılmışam. Allah Novruz bayramımızı mübarek etsin. Allah Teala hemşe elimizin, milletimizin ailesinde beləcə günlərlə bizləri həmişə şad razı eləsin.
Allah cemaatimizden razı olsun. Kim bunu teşkil edip Allah canları salamat, ömürlerini uzun. Ben bir Seyyid Hacı Məşhəd İbrahim Quran kimi səmimi qəlbdən, təmiz ürəkdən bu bayramı təbrik edib, bütün Azəri millətimizə, Türk millətinə can sağlığı, uzun ömür, xoşbəxt həyat bizim qardaşımız, xanlar qardaşımız ki bize bu şəraiti yaradıb. Allah canı salamat, bizim bu musiqiçilərimiz ki bizim ürəklərimizi şad etdilər. Allah həmişə sizi şad və razı eyləsin. Assalamu aleykum və rəhmətullah. Aziz balalarım, Türk milletine ait olan bütün milletler, yerli millet, Kazak, Azeri, Türk milleti, bütün dünya üzere bu nece derler inanılmış ikinci bayramdır Novruz bayramı. Novruz bayramımız mübarek olsun. Allah hemşe bu bayramlara bizi çattırsın. Birinci kere bu bayramı bu Almatı şehrinde geçiren bizim bu cavanlar Resim kardeşin, sonra bütün yoldaşlar hansı ki bu teşkilatta iştirak edip Allah onlar nece millet sever bir insanlar gibi onları bizim üstümüzden ekselemesin. Allah bayramımızı mübarek olsun, balalarımız sağ olsun, balalarımız geleceğini böyle şenli, bundan da daha yakşı geçirsin. Koy balalarımız bugün baksın görsün onları dayıları, emleri bu işleri görürler bizim gelecek cevap alacak balalarımız. Bu bizim Rasim kardeşin, Mehdi kardeşin devamcısı olacaklar. Siz tarihte kalacaksınız. Allah sizi bizim üstümüzden ekselemesin. Bütün Azerbaycan Türk milletinin sağlığı olsun. Ben hemşe değerim Heydar Aliyev, Allah ona rahmet eylesin. O derdi ki iki devlet bir millet. Hemen değerim 7 devlet bir millet. 7 devlet bir millet. Oraya dahil olur Kazaklar, Kırgızlar, Uzbekler, Türkmenler, Tatarlar, Uygurlar, Kırgızlar hepsi 7 devlet bir millet. Bugünden sonra bu lojiki demeli. Türk milleti birleşmelidir. Türk milleti 350 milyon Türk milleti var. Eğer bu millet birleşse dünyada bizi hiç kim yenebilmez. Sağ olsun Türk milleti. Dursun. Sizin için küçelere söz vermişim, mahnı okuyacağım. Kaldır görün.
Çok sağ ol Ağsaqqal. Senin cavanlığın hardaydı, harda. Bak bu enerjiyle, bu gücle. Əlim söz söyledi. Əziz və hörmətli qardaşlar, yoldaşlar, bacılar, hamımızın Novruz bayramımızın mübarək olsun. Bu bizim ata-babalarımızdan qalan ənənədir. Bu gözəl bayramı hamının ailəsində, hamının evində Allah Teala keçirmiş olsun, hamımıza qismət olsun, hamımıza nəsib olsun. Mən arzu edirəm ki, bu işi təşkil edən bizim Almatı şəhərində bizim öz balalarımız, öz qardaşlarımızın bu işi təşkil edib yaradan bu şəxslərin sağlığı olsun. Bu gələcəkdə də mən arzu edirəm ki, bu birinci ildir, biz daha gözəl oldu, gələcəkdə daha da bundan da gözəl olmağı arzu edirəm ki, bütün bizim Azəri milləti, bak Almatıda yaşayan Qabal millətinin sağlığı olsun. Bu işdə gözəl iştirak etdilər və gələcəkdə də daha da bu işi təşkil edənlərin canı sağ olsun, bacısı olsun, başı uca olsun. Bu Almatı şəhərində Allah'tan onlara verdikcə versin. Amin, amin. Allah razı olsun. Bax, belə bir gözəl sözlərin ardınca Respublikamızın, Qazaxstan Respublikasının xalq artisti Sursaş Nurmagomedova sizin qulluğunuzda da gözəl bir mahnı oxuyacaq sizin üçün. Alqışlarınızla Sursaş Nurmagomedova. Рахмет, құрметті қауым, сіздерді Наурыз мерекесімен құттықтаймын. Елімізде амандық болсын, ауызбіршілік болсын. Ел аман, жұрт тыныш болсын, осы Наурыз мерекесі құтты болсын. Әрқашанда осындай қуаныш жақсылықтармен кездесе беріңіздер. Өсе берейік, еліміз аман болсын, Наурыз мерекесі құтты болсын, қуанышты күндері құтты болсын деген әнді қабылаңыздар. Давайте первый трек. Нет, 24-й. Давай. Come on.
виновата во всем, еще хочешь себя оправдать. Ах, зачем же, зачем в эту лунную ночь позволяла себя целовать? Ну зачем же, зачем в эту лунную ночь позволяла себя целовать? Виновата ли я, виновата ли я, виновата ли я, что люблю? Виновата ли я, что мой голос дрожал, когда пела я песню ему? Виновата ли я, что мой голос дрожал, когда пела я песню ему? Рахмет, еще раз с праздником. Спасибо огромное. Маленький презент от нашего Азбирлик. Это вам. Спасибо. Долгой жизни, любви, здоровья и всех благ. Aziz qardaşlarım, aziz cancıyalar, dağılmayın, hələ bu başlanğıçdır, gözəl-gözəl mahnılar, gözəl-gözəl ifalar, aşıq ifaları və doğrudan da bugünkü günü o kadar güzel keçəcək ki, hər birimiz buradan sevinə deyə gülə gedəcəyik. Mən elə fikirləşirəm. Mən indi bir daha hər birimizi bu gözəl günlə təbrik edirəm. Can sağlığı, ömür uzunluğu arzu edirəm. Rəsul balamız da gəlib bu gözəl günə. Mən elə bilirəm ki, bu əziz gündə Ozan cəmiyyətinin sədri olan Qərib müəllim, sizlər buraya dəvət edirik. Xoş gəlibsiniz, səfa gətiribsiniz. Mən elə bilirəm, siz tək gəlməyibsiniz. Kimlərlə gəlibsiniz, hər birini bura dəvət edirəm. Mən elə bilirəm ki, sizin də ürək sözləriniz var, öz təbrikləriniz var. Siz də bizimlə öz sevincimizi bölməyə gəlirsiniz. Çox razıyıq, çox sağ olun ki, varsınız, çox sağ olun ki, gəlibsiniz. Bir daha bayramımız mübarək, sözlər sizin. Hanımlar ve beyler, Novruz bayramınız mübarek olsun. Halkımızın, ulu ecdadlarımızın bize koyup gittiği en büyük miraslardan tarihi abidelerin ölmez 5000 illik tarihi olan sanat abidesini Azerbaycan halkının beynelxalq dünya miqyasında tanınmış bayramı Aziz Novruz bayramınız mübarek. İcazə verin, mən şəxsən öz adımdan təqdim eləməklər Hüseyin Əlioğlu Novruzov Turan Azerbaycanlılar Kongresi adından Kazakistan ve Orta Asya'da ilk medeni derneklerin esasını koymuş bir Azerbaycanlı kimi halkımızın bu aziz müqəddəs bayramı münasibətiyle size ve aile üzvlərinizə bahar təravətli, bahar ətirli duygular, arzular, istekler, dilekler. Bayramınız mübarek olsun. Aziz kardeşler, bacılar, akalar, analar, bayramımız mübarek olsun. Oy bu bayram her bir aileye saadet getirsin, xoşbəxtlik getirsin. Biz günler bu geride kalsın. Novruz bayramı en aziz bayramdır. O bizim necə deyirlər, əcdadlarımızda qalmış, bunları qoruyub, bu günə gətirib saxlamış və biz də onu daha da geniş inkişaf edib və öz gələcəyimizə saxlayıb bunlara əlavə edib bunları çatdırmalıyıq. Hamımıza can sağlığı, uzun ömür. O bütün qardaşlarımız bir olar. Aramızda heç vaxt incilik olmasın. Həmişə can deyib can işlər. Qoy başqa millətlər də bizim millətin necə birliyini görüb fərəhlənsin. Allah hamımızı bayram münasibətilə təbrik edirəm. Sağ olun. Aziz qardaşlarımız, bacılarımız, analarımız, balaca
arzlarımız. Hamımızı Novruz bayramı birinci bahar günüdür da. Bahar başlayanda yer de oyanır. Arzu ederim ki kimse ne kadar arzular varsa arzularımızı yerine getirsin. Küsülü olmayın birbirinizle, hoşbəxt olun, gülüp, geçin. Ne diyeyim de, hoşbəxtlik hamıya, cümleriniz bol olsun, begarınız tok olsun, həmişə gülün, güləşli olsun. Bugünkü toplantımızın iştirakçılarının hamısına ürəkdən təbrik edirəm Bahar Bayramı münasibətilə. Deyir, soruşma həralıyam, mən o sözdən yaralıyam, çünki mən Azərbaycanlıyam. Biz Azərbaycanlıların birliyi bundan da məhkum olmalıdır. Böyünlər, uşaqlarımız, cavanlarımız, yaşlılarımız, hamısı bizimlə bir yerdə öz keçmişlərimizi bizə göstərirlər ki, bizim yeni yetmələr bundan da mehriban, bundan da şirinlik, bundan da gözəl belə axşamlar keçirsinlər. Təbrik edirəm hamımızı. Bahar bayramınız mübarək olsun. Çox sağ olun. Namaz qardaşımız öz hədiyyəsini versin, az birliyin adından. Balaca da olsa, skromlu, kiçik, bəli. Ürəyimiz böyükdür, böyükdür, ürəklə böyükdür, sevinçlə, böyükdür, məhəbbətlə bu balaca hədiyyələr sizə veririk. Hüseyin qardaşım, sən düz zəmişən elədin, məni təmsil eləmədilər. Allah razı olsun, vallahi mən sözünüzü bilmirdim. Bir daha bayramımız mübarək olsun. Mən də biləm, sizin yenə deyilən sözümüz var. Bir dənə şeir deyəcək qardaşımız. Mən bir onu demək istəyirəm ki, birinci bu cəmiyyəti elə Kultur Hüseyin Hüseyin bəy başlayır. Allah oncan bir gözəl alqışlar gəlsin bu qardaşımız tərəfinə. Bir dənə Araz Banili Məhməd Araz məndən ötdü qardaşıma dəydi Bəhtiyar Baharzadə İqbal. Ey daşlaşan, topraklaşan ulu babam, düneninden bugünüme uzaklaşan ulu babam, küləkləşən, dumanlaşan ruhumla sen, qədim tarix dərəsindən səs vermənim səsimə sən. Səndən ötən neydi belə, səndən ötüb qardaşına dəydi belə. Bununla mı neçə dəfə ata, oğul, qardaş istihaçalandı. Bir şəhərin 5 qardaşın xanlığına parçalandı. Səninliyəm ulu babam, bu məsəli kimdi yazan, hansı soysuz ataydı, ataların imzasını çəkib ona möhür basan. Adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma doğrayaram. Dəli doğru, ey xan Eyvaz, Giziroğlu Mustafa bəy, əgər ki siz bu sənətə qol çəkdiniz, sonra hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydi. Bu qəza bir topa dönüb Səttarxanın tifaqına yaman dəydi. Xətayinin sübutuna qət çəkdi. Səhərəcən başına 100 qədək çəkdi. Bu qəhqəqin baş fırladan bu məsliyin havasından Azərbaycan toprağında Araz boydaşırım açdı. Məndən ötdü qeyrətə bax, namusa bax, bunu yazan xilqətə bax. Mən dedi bir ölkədə nə qədər xan, Fətəli xan, Qibləli xan, Kəbləli xan, onlar mən deyən yerdə sən olmadın Azərbaycan. Səni səndə elədilər, səni səndə yürüttülər. Dibək oldun öz duzunla, öcək oldun doğma, ekiz, qardaşınla. Məndən ötdü deyənlərin qeyrətindən, namusunu yiyənlərin qeyrətindən
sen olmadın Azerbaycan. Menden öten sana daydı, senden öten bana daydı. Vatan, vatan, Azerbaycan sana daydı. Azerbaycan benim. Çok sağ ol kardeşim. Allah senden razı olsun. Vay, yine bir güzel notun altında ben de bunu demek istedim ki vay birbirimize atılan daş, bana atılan size atılan bana birbirimize değsin. Vay bu birlik, bu kardeşlik daim olsun. Vay kardeşliğimiz möhkem olsun. Bir daha bayramımız mübarek olsun. Allah razı olsun. Azerbaycan benim, Azerbaycan benim dilim. Çok sağ olun, çok razıyım. Haydi o sana dilim dilim, yeni diyeceğim, ana dilim ölen değil, özge dilim, şölen değil, şölen değil, şölen değil. Hem ağzım, hem de külem, ahılay bana hazine tökülem. Dilim ölçemez de yönlem, ama dilim ölen değil, özge dile şölen değil. Aman aman. Sağ ol, sağ ol, sağ ol canım kardeşim. Ağzına almasan yaxşıdır, yemək kəkə yaxşıdır. Kəsmə gülmüzdür ki o sana, əvvəl vətənimiz, Azərbaycanımız, gözəl qalamız, hamısına yaxşıdır, hər şeydən əzizdir. Ey bizi duyan Xudaya, bir sənədir Əllaya. Ey bizi duyan Xudaya, bir sənədir Əllaya. Eyləm, eyləm, eyləm şikayət, eyləm, eyləm, eyləm şikayət. Söyle bir müddet böyle şekil rüyalar. Söyle bir müddet böyle şekil rüyalar. Seni yanında bizi dünyada, seni yaradan bizi dünyada. Eylem, eylem, eylem şikayet, eylem, eylem, eylem şikayet. Hey bizi duyan Xudaya, bir çaredir gayet. Hey bizi duyan Xudaya, bir çaredir gayet. Eylem, eylem, eylem şikayet, eylem, eylem, eylem şikayet. Eylem, eylem, eylem şikayet, eylem, eylem, eylem şikayet. Sağ ol. Sağ ol İmran kardeşim. Allah eksik eləməsin. Allah səni ucadan uca eləsin kardeşim. Sən doğrudan da fəxr elması, elimizin fəxrisən. Belə bir gözəl gündə yeri gəlmişkən, mən də bilirəm ki, Ozana, aşığa söz versək, lap yerində olardı bizim Əlibba qardaşımız. O öz təbrikini, öz ürək sözünü, öz sözlərinlə, sazın bizrabınla bildirəcək bizlərə. Sağ ol Mehdi müəllim, doğrudan da gözəl. Bir gözəl alqış gəlsin gözəl qardaşımıza, gələcəyin aşığı, ağsaqqalı var olsun.
gözəl bir ailədir. Sılsaş xanımın böyük nəvəsi var. İndi bir başqa mahnıda o nəvəsi oxuyacaq. It's been said and done, every beautiful song's been already sung, and I guess right now here's another one. So the melody will play on and on. Was the best of all, you are beautiful, like a dream, kind of love, incredible, a sinful miracle, miracle. You saved my life again. And I want you to know, baby, I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And I can keep on repeat, beep, 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 beep. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And I can keep on repeat, beep, 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 beep. Constantly, boy, you play through my mind like a symphony. This is the way to describe what you do to me. You just do to me what you do, and it feels like I've been rescued. I've been set free. I am held down by destiny. You're a magic girl, little girl, beautiful. You are, and I want you to know, baby. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And I can keep on repeat, beep, 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 beep. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And I can keep on repeat, beep, 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 beep. No one can hold to stand alone. To every record I own, listen to my heart, it's true. A song that was yours. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And so you keep on repeat, beep, 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 beep. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. Like a love song. Огромное вам спасибо, Слушкас ханым. Видно, народного артиста себе такая должна быть. Огромное вам спасибо, очень благодарны. Spasiba огромное. Bəli, hörmətli cancağlar, hörmətli qardaşlar, analar, bacılar, yaxınlar, qohumlar, bir daha Novruz bayramımız mübarək olsun. Bir daha can sağlığı, ömür uzunluğu, ailə saadəti arzu edirəm. Mən bir-iki qardaşı yenə dəvət eləmək istəyirəm. Cavanşir qardaşımı, Joy müəllim, buraya gəl görün mənim qardaşım. Biz yaranan bir gündən Joy qardaşımız bizim yanımızdadır, bizlə çiyin-çiyinədir. Allah razı olsun. Gəl qardaşım, sən də bilirəm bu cəmaata deyilə sözüm var. Camal qardaş. Cambul qardaşımız.